tədbirimiz baş tutacaq İstanbul şəhərinin Bayrampaşa bölgəsində və Bayrampaşa Bələdiyyəsi və valisi həmin bizim tədbirlərimizdə iştirak edəcək səfirlik nümayəndələri və bu baxımdan mən istəyərdim ki, məhz sizlərin də təcrübəsini, sizlərin də tövsiyələri bizim üçün əsas kimi rol oynasın və sizlərdən gələn hər bir təklif bizim üçün layihəmizin daha da komponentli, daha da maraqlı, daha da geniş məlumat əhatəli olmasında dəstək olacaq. Eyni zamanda sizin həm də təcrübəniz bizim üçün əhəmiyyətli bir, belə deyək ki, yol xəritəsini yaratmağa imkan verəcək. Buna görə də bugünkü müzakirələrə qatıldığınız üçün, bizim layihəmizə dəstək olduğunuz üçün hər birinizə təşəkkür edirəm. Mən istəyirəm sizə təqdim edən bizim ekspertimiz, hansı ki, Türkiyə Cumhuriyyətində, İstanbul şəhərində bizim demək burada yerləşəcək. Bizim bu məsələlər Qərbi Azərbaycana qayıdışla bağlı təqdimat eləyəcək Fərhad bəy. O özü də bir neçə kəlmə bununla bağlı fikirlərini bildirəcək. Fərhad Qəşəmli bizim təşkilatın beynəlxalq məsələlər üzrə müavin edir. Həm də Yaxın Doğu Universitetində beynəlxalq münasibətlər bölümündə fakültəsini bitirib, eyni zamanda İstanbul Universitetində beynəlxalq məsələlər üzrə magistr dərəcəsini bitirib, geniş auditoriya, geniş şəkildə təqdim edə biləcək. Maraq üçün deyirəm ki, həm də bir gün sonra bizim fotosərgi baş tutacaq. Fotosərgi ilə bağlı mən artıq 10 seçilmiş foto göndərmişəm artıq İstanbula. O fotolardan 4 foto Vəsixocalı soyqırımını əhatə edəcək. Yerdə qalan 6 foto isə demək ki, əhatə edəcək Qərbi Azərbaycanla qayıdış və o, daha doğrusu Qərbi Azərbaycanla bağlı soyqırımları Ermənistandan olan deportasiyanı əhatə edəcək 6 şəkilimiz. Düşünürəm ki, o fotosərgi də növbəti gün çox maraqlı olacaq və eyni zamanda təxminən 1000 səhifəlik Türk dövlətlərinin, Türk xalqlarının soyqırımı ilə bağlı kitab çap olunub artıq Türkiyə Cumhuriyyətində. Həmin kitabın da təqdimatı növbəti gün baş tutacaq. Belə bir gərgin iş qrafiki ilə işimizi qurmuşuq. Sağ olun. Düşünürəm ki, layihəmiz də uğurlu alınacaq və sizlərin də bir daha vurğulayıram ki, fikirləri, nələri görmək istəyərdik. Bizim yadımıza düşməyən, bəlkə də bu fürsətdən yararlanaraq Türk dilli dövlətlərinin təşkilatı artıq Azərbaycan üçün bilirsiniz prioritetdir və çox önəmli o həlqədə rola malikdir Azərbaycan. Və mən düşünürəm ki, bunu biz yaxşı və mükəmməl şəkildə etsək, həm də növbəti bir mərhələ üçün addım olacaq və həm də bir maraqlı bir fikir də sizə çatdırmaq istəyirəm ki, bu da mənim tərəfimdən olan təklifdir, bilmirəm nə qədər uğur qazanacaq, onu o beynəlxalq konferansın qətnaməsində biz əldə edə biləcəyimi, razılaşa biləcəyimi deyə bilmərəm, amma bizim bir təklifimiz də var ki, Türk dilli xalqların soyqırım günü kimi hansısa bir günü biz müəyyənləşdirək və Türk dilli dövlətlərin rəhbər komitəsinə, o katibliyin ki toplantısı yoxdur, ora bir müraciət göndərək ki, biz Türk dilli dövlətlərin, Türk dilli xalqların soyqırım gününün təsis olunmasını istəyir. Mən düşünürəm ki, bununla da bağlı bizim həm də Azərbaycan qeyri-hökumət təşkilatları belə bir dəstəyi, təklifi dəstəkləyib, ideyanı bizlə həmrəy olacaq. Bir daha sizə hər birinizə təşəkkür edirəm. Fərhad bizim ekspertimizə öz fikirlərini deyəndən sonra fikirlərini bildirsin. Ondan sonra sizlərin hər birinizi belə deyək, çıxışı bizim üçün maraqla qarşılayacaq. Sağ olun. Buyurun. Çox sağ olun. Dəyərli həmkarlar, dəyərli hər birinizə xoş gəlmişsiniz. Mən də qısaca vurğulayacağım.
məsələlərə değinmək istəyirəm. Bizim bu tədbirimiz əsasən qısa bir background olaraq tarixi bir səyahət olacaq. Qısa şəkildə deportasiya nə vaxtdan başladı? 20-ci əsr əvvəldən başlayaraq Azərbaycanlılara qarşı Erməni, Çar Bolşevik güclərinin Azərbaycanlılara qarşı başlaması soyqırım, deportasiya prosesindən başlayacaq. Ondan sonra prosesi biz 88-ci ildəki olan əsas deportasiya qurbanları ilə bağlı bizim orada bir təqdimatımız olacaq və 20-ci əsrin əvvəlində mövcud olan status quo 20-ci əsrin sonlarını necə dəyişdi? Biz qısa bir tarixi ekskursiya ilə beynəlxalq konferansda Türk-Dili xalqlarının nümayəndələrə çatdırmağa çalışacaq. Və burada digər bir məsələmiz isə təbii ki 2020-ci ildəki ikinci Qarabağ müharibəsindən sonra bölgədəki vəziyyətin necə dəyişdi? Əslində əvvəlində olan əleyhimizə olan status quo artıq bizim əleyhimizə oldu. Biz bu təbii ki güclü ordumuzun, güclü dövlətçiliyimizin, güclü xalq, vətəndaş, dövlət birliyi çərçivəsində biz bunları əldə elədik. Və bundan sonra isə bu bizi əsaslandırdı. Dağlıq Qarabağ məsələsi həll olunduğu sonra isə artıq biz növbəti mərhələ olan Qərbi Azərbaycan qayıdış məsələlərində müzakirəyə çıxardırıq. Çünki növbəti hədəfimiz budur. Fikirləşirəm ki, artıq dövlətimizin də dövlət hədəfi Qərbi Azərbaycanda vaxtında olan ədalətsizlikləri yenidən bərpa eləməkdir. Burada İlqar bəyin qeyd etdiyi kimi mövcud olan Qərbi Azərbaycanın qayıdış konsepsiyası da o baxış açısında əsasən müzakirələrimizdə aparacaq və bu sənəd tanışdırır və burada əsas gördük ki, tam olaraq beynəlxalq hüquq və normlara əsasən hazırlanır və düşünürəm ki, bu sənəd soyqırımdan və deportasiyadan əziyyət çəkən bir sıra xalqlara da bir stimul və bir nümunədə ola bilər. Bugünkü müzakirəmizə əsas biz siz dəyərli ekspertlərin fikirlərlə daha çox önəm veririk. Çünki siz bu məsələdə bizdən daha yaxşı bilirsiniz. Həm hüquqi cəhətdən, həm bütün aspekt cəhətdən daha geniş fikir bilirsiniz. İndi biz burada qeydlərimizi aparacaq ki, biz nələrə diqqət eləməliyik, burada nələrə vurğulamalıyıq, bizim görmədiyimiz nələr var ki, siz bunları qeyd etsək, bizlər konferansında inşallah həmin nöqtələrə biz vurğulayaq. Çox sağ olun. Fikirlərimizi çatdırdıq. İnşallah düşünürəm ki, uğurlu bir nəticələrlə biz böyle şeyler sağlık olsun. Və bu layihə çərçivəsində həm də bizim bölgələrdə də fəaliyyətimiz davam edəcək. Biz adətən layihə Qərbi Azərbaycana qayıdışı ehtiva edən konseptual sənədlərdə və layihələrdə adətən iki yanaşma ortaya qoyuruq. Ya bir tədqiqat edirik. Məsələn, keçən illəri bizim bir uğurlu tədqiqatımız olmuşdu ki, gənclərlə biz təxminən 200 Qərbi Azərbaycan kökənli gənclərlə sosioloji tədqiqat aparmışdıq, soğuk aparmışdıq. Müxtəlif orada bizim fikirlər alabilmişdik. Yəni, onlar istəyirlər ki, gənclərimiz ümumiyyətlə Qərbi Azərbaycanla bağlı qayıdış məsələlərində iştirakçı olmaq. Biz kənarlaşdırmışıq. Və biz bu Qərbi Azərbaycana qayıdış məsələsini hansı həssasiyyətindən yanaşma tələb olunur ki, sabahları həmin əks argumentlərlə biz üzləşməyək və mən düşünürəm ki, o konsepsiya sənədində oxuyanlar, mən düşünürəm ki, oxumursuz müəyyən sənədlə tanış olanlar var. Həmin sənədlər öz əksini tapıb, amma onu işlək mexanizmə çevirməyin yolları nədir? Ərazilərdə də işləyəcəyik bu layihə çərçivəsində 4 regionu nəzərdə tutmuşuq. Müxtəlif qruplarla təbii ki, İstanbul konferansından sonra yerli səviyyədə də bu işi davam etdirəcək. Ona görə də bir daha sizlərə açıq söz vermək istəyirəm. İstəyərdim elə biz səmimi ortamda fikrimizi bölüşək, davam eləyək, müzakirələr hissəsinə keçdikdə artıq demək olar ki, ona görə prinsipcə elə bizim tədbirlərdə həmişə səmimi mühit olur.
Yəni ayaq üstə icazə versəz o Əlbəttə, yəni bəli. kim necə istəyir belə Bəli, o cür. Yəni əslində bax sizin tədbirlərdə mən artıq neçənci dəfə iştirak edirəm. Mən artıq sizin gördüyünüz işə layihə deməzdim. Bir proses deyərdim. Çünki artıq neçə ildir ki siz bu işlə məşğul olursunuz və biz əvvəldə tədbir başlamamışdan İradə xanım da qeyd elədi ki, yəni İstərsəniz, yəni onsuz da qeydlər bu işi və bu bir prosesdir. Layihə oldu, olmadı. VUF da sübut elədi ki, yəni qeydlər hökmən layihə çərçivəsində təşəbbüs göstərir. VUF-da kifayət qədər layihəsiz, sırf mən bilirəm ki, bir neçə təklif hətta IMDF tərəfindən oldu ki, biz orada tədbir eləmək istəyirik. Ya Global Cənub QT platformasının pavilyonunda və yaxud da QT-lərə dövlət dəstəyi etdik. O ki qaldı sizin konkret fəaliyyətinizlə bağlı hər hansı bir təklif ilə bağlı. Mən məsələn bir məsələni siz qeyd edərdiniz, digər məsələlərlə bağlı yanaşı. Məsələn, bax bu foto sərgidir, kitab təqdimatıdır, tədbirin özünün keçirilməsidir və bir məsələni qeyd edərdiniz, türk dilli auditoriya. Bax bu auditoriyadan hesab edirəm ki, biz istifadə etməliyik. Düzdür, əlbəttə ki, bizim hətta Cenevrədə bu sahədə tədbirlərimiz olur. Bu QT-lər var ki, məsələn, bu mövzuda çıxışlar edir və s. Amma türk dilli kateqoriya biraz bizə o cənab prezident demiş o bir köhnə yaxınında bizim aləmimizdir. Ona görə bu məsələdə daha çox rol ola bilər və bu baxımdan İstanbulda keçiriləcəyimiz tədbirə layiqdir. Bir təklifim odur ki, bilirsiniz ki, Azərbaycanda türk dilli dövlətlərin QT-lərinin platforması var. Rotasiya və soyğun həyata keçirilir. İkinci mədəni irs və milli identifikasiya məsələsidir. Yəni, qayıdış məsələsi əlbəttə ki, ərazi yox, amma milli kimliklə bağlı olan məsələ olduğuna görə biz bu məsələləri qaldırır və üçüncü də təbii ki, hüquq məsələsidir, beynəlxalq. Olur ki, biz şəxsən olaraq Milli Məclis rəhbərliyində də təqdim edək ki, Azər bəyin orada iştirakı arzu olunandır. Və həqiqətən də arzu olunandır. Mən düşünürəm ki, orada bizim İstanbuldakı tədbirimizə bir yaxşı bir rəng qatar inşallah. Çox təşəkkür edirəm çıxışlarınıza. Düşünürəm ki, silsilə gedən proses başlanılmış bir işin davamının təminini gətirib çıxardır. Çünki bilirik ki, bu məsələ keçən il Belarusiyada, Minsk şəhərində müzakirə olundu və təqdimat olundu və bu dəfə isə Türk auditoriyası üçün tədbirin keçirilməsi olduqca tədbirə layiqdir. Çünki bəzən adi qaydalı sosial şəbəkələrdə sorğularda rast gəlirsən ki, insanlar, məsəl üçün, Qarabağ məsələsi ilə bağlı mən görmüşdüm, orada sual verirlər, Qarabağ deyəndə, məsəl üçün, o biri Qaradağı nəzərdə tutuldular, heç Azərbaycanın arasındakı Qarabağı tanımırdılar. Baxmayaraq ki, eyni tarixi kökə, eyni dilə və eyni mədəniyyətə malik olan bir toplumlardır. Bu baxımdan tədbirə layiqdir. Sadəcə olaraq mənim üçün maraqlı olan bir məsələni diqqətinizə çatdırmaq istəyərdim. Bilirsiniz ki, bizim təşkilat da bununla bağlı Avropa auditoriyasında yetərincə ciddi işlər işləyirik və nəticə itibarilə orada səslənən suallardan ən çox olan rast gəldiyim deyirlər ki, indi sizin oradan gələnlər harada yaşayırlar və indi hara qayıtmaq istəyirsiniz, hansı ərazini istəyirsiniz? Dövlətlərin media qurumları əgər onu işıqlandırarsa da imkan daxilində də bəlkə də oradan ekspertlər olacaq, bəlkə də onların xətti ilə xarş edib məsələləri eləmək olar ki, daha çox məlumatlılıq səviyyəsini artıra bilərsin. Çünki məlumat nə qədər çox yayılırsa da, o qədər informasiyasındayıq da, o qədər daha çox əlin güclü olur. Və mən düşünürəm ki, tədbirin özündən 50% özünsə də 50% PR-ı iş görür. Və bu məsələlər biraz daha əsaslıqla işlənirsə daha yaxşı olar. Bir də sonda Türk toplumlarının bir dəstək bəyanatını götürdü Nilqar Bey.
O da maraqlıdır. o da çox olduqca birincisi layihəmizin nəticəsini gücləndirəcək. İkincisi də ki, oraya imza atan şəxslər istənilən halda maraqlı olacaqlar ki, o prosesin başqa yerlərdə də yayılmasını dəstəkləsinlər. Çox sağ olun. Cumhuriyet toplumu için hakikaten çok aktual bir layihədir. Yalnız bizim için değil. Aslında Türk halklarının tarixində görmək olur ki, yani elliklə, Türkdə bütün Türk xalqı, Türk etnosu bu və digər dərəcədə soyqırım və deportasiya məruz qalırlar. Ya ərazilərini qurulurlar və ya ki köç edilmişlər və yaxud da həqiqətən belə sözünə nasıl soyqırım edildilər. Rusiya ərazisine başlamış da Orta Asiya, eyni zamanda Osmanlı ərazisinin özündə, eyni zamanda bizim Azərbaycan özündə belə hamımız, yəni Türk xalqları, o xalqların hər birisi demək olar ki, zaman-zaman soyqırım və deportasiya məruz qalır və elliklə bütün bir xalq həqiqətən də bir soyqırım təcrübəsini, deportasiya təcrübəsini yaşayıbdır və bunda əlbəttə fakt kimi təsdiq etmək, fakt kimi qəbul etmək hər bir Türk xalqının önəmli, vəzifəsi önəmli borcu olmalıdır. Layihəmizə də adını qoyulmuşuz dəstək, əslində çox yaxşı bir ifadədir. İndi dəstək deyərkən burada biz bunu müxtəlif mənalarda qəbul edə bilərik. Maddi, mənəvi dəstəkdən söhbət etmək var, bunların qeyd olunmuş. Yəni, dəstək deyərkən burada mən iki tərəfindən müstəvi anlayılan bir sözlərini dəstək. Daxil dəstək mərhələsi deyərdim ki, bəfədə bitibdir. Yəni, deportasiya edilmiş xalqlar bu və digər dərəcədə hardasa məskunlaşıblar, yerli xalqların müəyyən qədər malik olmaları, hüquqlara malik olublar. Əlbəttə, yenə də asıldır onların hüquqi statusuna. Təqdir ki, vətəndaşlığı olmayan, xarici vətəndaş və vətəndaş olmayan şəxs, vətəndaş olan şəxslə bərabər səviyyədə o hüquqlardan, azadlardan faydalana bilmirlər. Bizim ölkəmizdə də var bu cür deyək ki, deportasiya edilmiş şəxslər Özbəkistandan, Tərbanədən məncələ onlar vətəndaş almıyorlar. Daha çox bildiyim qədər bu status əldə etmirlər. Bu da əlbəttə istər-istəməz müəyyən çətinliklər yaradır. Yəni onlara həm də yerli səviyyədə müəyyən dəstəyə ehtiyac duyulur. İnsanın yerli səviyyədə dəstəkləyərkən mən bu faktın qəbul edilməsi üçün xalqların özünün bu faktı qəbul etməsi, onları beyin oturması çox vacibdir. Bazısı bu böyüyənə qədər bütün Türk xalqları, Rusiya xalqlar hansı təqibə, hansı təzyiqə, hansı pozunu bilməlidirlər. Çünki bunu bilmək nəyi həll edir? Bunu bilmək böyük anlamda əslində bizim eləyənlər dostlarımızı, düşmənlərimizi müəyyənə imkan verir. Böyük siyasətdə demək olar ki, əslində heç dostlar, düşmənlər dəyişmir. 100 il, 200 bundan qabaq bir baxsılar vəziyyətə görək ki, dostlar yeni dostlardır, düşmənə yeni düşmənlərdir. Yəni bizim Türk xalqlarının kimlər tərəfindən deportasiya edildiyi, kimlər tərəfindən soyqırım məruz qaldığı və kimlər tərəfindən belə bir ağır mərhələdə dəstək aldığını biz bir vətəndaş olaraq, xalq olaraq Türk xalqları bunları bilməlidirlər ki, o böyük mübarizəyə əlbəttə ki, hazır ola bilsinlər. Dəyərli Azərbaycanlıların görüşünü baxması, əlbəttə, yenə də beynəlxalq təsir altına düşür. Ancaq, yəni ki, o asıl olaraq daha çox Ermənistan Azərbaycan arasında bağlanan sülh mübarizəsində. Çalışmaq lazımdır ki, o sülh mübarizəsində barışın şərtləri öz əksini tapsın və çox siz maraqlı ifadədən istifadə ediniz. Rəqabətli və nə, hansı ədalətli, rəqabətli özünü fikirləşdiyiniz görəsən topluma bağlı nə üçün görmüyorlar. Özünü bir neçə təklif qeyd edelim. Amma elə olur ki, mənə qədər bu təkliflər hər birisi qeyd edildi. Artıq mənə təklif edilməli yeri sağlamaz. Amma mənə gəlir ki, siz bunu qeyd edərsiniz. İndi mən də vurğuluyum ki, əslində bu ideya güclənsin. Biz bu işi haradasa, yəni biz erkən daha çox mənəsiz deyirəm,
Bu İstanbulda qəbul edəcək, İstanbulda keçiriləcək o tədbirdə bu məsələ bağlı bir bəyanatın qəbul edilməsinə böyük bir etiraz var. Nizamın bəyanatın qanunla qeyd elədi. İndi həm o Türk qeydlər, adını etməlidir. Türk dövlətləri platforması həm də daha çox mən bu məsələ daşımalıdır. O Türk dövlətləri təşkilatları. Onların gündəliyini daşımalıdır ki, onların gündəlik məsələləri həll tapsın ki, yəni onların gündəlinə düşsə, onların gündəlik təşkil etsə və onların ait turizm səslənsə, məncə bunun təsir gücü daha çox olar və hardasa səs-küy çox olar da. Bu baxımdan da bu məsələnin dediyimiz təşkilatlarla koordinasiya edilməsi, öyrənilməsi, beynəlxalq xüsusiyyət çatdırılması əlbəttə qarşıdakı böyüklərə çatdırmaq üçün çox önəmli şərtlərdən məsələdən biridir. Hər halda üzərində çox ağır bir eyni zamanda məsuliyyət edilmiş seçirsiniz. Mən sizə bu missiyanı əl keçməkdə arzulayıram. Bunun altyapısını biz layihənin keçənləri elə bu aylarda idi, xatırlayırsınız. Bununla bağlı mən yazılarım getdi, əslində baxanda Türkiyə mediasında mənim yaxşı bir məqaləm getdi. O məqalədə Türk dilli dövlətlərin, xalqların deportasiyası ilə bağlı maraqlı bir neçə Türkiyənin media orqanlarında məqalələrim getdi və mənim silsilə görüşlərim oldu Ankarada dərnəklərlə. O dərnəklərdən biri konkret bizlə əməkdaşlıqdan imtina edirdi. Çünki imtinanın səbəbini onu belə qoydular ki, Rauf müəllim, əgər biz qayıdış məsələsini gündəmə gətirsək, Rusiya kimi böyük bir dövlətinə konfrontasiya gətirib çıxara bilər. Yəni təsəvvürün bura qədər ehtiyatlılıq onlar bizə konkret açıq şəkildə bildirdilər. Çox vacib bir istiqamətlə həyata edən bir layihədir və burada da Rauf müəllim dediyi kimi həqiqətən çox deyərdim ki, həm də ideoloji prosesi özündə əks etdirir Qərb Azərbaycana qarşı məsələsi yönündə. Eyni zamanda bir deportasiya və soyqırım haqqı məsələsi hər zaman aktual olan bir məsələdir. Bu mövzuda şübhəsiz ki, bu cür belə deyək ki, konseptual istiqamətdə layihələrin artçı şəkildə beynəlxalq münasibətlər sistemində icra edilməsi və bu istiqamətdə fəaliyyəti təbii ki, Azərbaycanın milli maraqları baxımından yanaşda olduqca mühüm bir məsələdir. Və burada qeyd olundu ki, daha doğrusu sizin öz fikrinizdə vurguladınız ki, Türk xalqların soyqırım günü ilə bağlı məsələdir. Bunun orada həmən sizin İstanbul tədbirinizdə belə deyək ki, gündəmə gətirilməsi, bu yöndə təkliflərlə sürülməsi və nəzərə alsaq da Azərbaycanda orada iştirak eləmək üçün düşünürəm ki, bu soyqırımla bağlı olan bu məsələnin gündəliyə gətirilməsi çox zəruri bir məsələdir. Bu prosesə bir dəstək xarakteri daşıya bilər. Digər ikinci məqama istərdim diqqət çəkim. Siz bildirdiniz ki, yəni İstanbul tədbirindən dərhal sonra ölkəmizdə bizim 4 regionumuzda layihə ilə bağlı konkret tədbirlərin keçirilməsi nəzərdə tutulur. Mən istərdim ki, o tədbirlərlə bağlı məsələyə də diqqət çəkim. Əlbəttə, 4 regionunda təbii ki, Qərb Azərbaycan icmasının nümayəndəlikləri fəaliyyət göstərir və icmanın həmən nümayəndəliklərə daxil olan üzvləri var. Yəni, Qərb Azərbaycanın soydaşlarımızdan ibarət mümkün imkanlar yaratmaqlar və bu prosesə, belə deyək ki, ideoloji baxımından daha böyük töhfə vermiş olarsınız. Və orada keçirdiyiniz tədbirlərdə sərgilər keçirə bilərsiniz, hansı ki, Qərb Azərbaycanlı bizim soydaşlarımızın hər işlərindən ibarət sərgilər təşkil edilmək olur. Xüsusilə İstanbulda Qərb Azərbaycan icmasından yoxsa yerli? Regionlar, mən 4 regionlar İstanbul'da da İstanbul'da. Mən düşünürəm ki, çünki bugün dövlətimizin də qiyafəti Qərb Azərbaycanla bağlı strategiyadır, Qərb Azərbaycana qayıdış konsepsiyası və bu ən çox bu soyqırımdan ziyan görmüş bizim soydaşlarımızın da böyük əksəriyyəti Qərb Azərbaycandan deportasiya olunmuş bizim soydaşlarımız. Bu kontekstdə düşünürəm belə İstanbulun özündə də və yaxud da digər istiqamətlərdə siz bunu artıq bir belə deyək ki, platforma şəklində gətirərək konkret istiqamət üzrə burada qeyd olundu, Sarı xanım dediyi kimi, mən bunun bilavasitə tərəfdarıyam ki, informasiya resurslarının imkanlarından çox geniş şəkildə istifadə olunması lazımdır. Var ki, regionlarda bu işi görərkən mütləq həmən icmanın nümayəndəliklərinə müraciət olunsun və o nümayəndəliklərin də orada üzvləri var kifayət qədər, çünki mən bir nümayəndəliklə çalışıram.
O baxımdan bilirəm ki, onların resursları da zəngindir və o imkan verəcək ki, siz daha uğurlu layihənin effektivliyini təmin edə bilərsiniz və bir daha vaxtınızı almaq istəmirəm. Düşünürəm ki, layihə olduqca aktual bir layihədir və layihənin soyqırım və deportasiya faktının ümumiyyətlə Türk dilli dövlətləri, Türk xalqlarının bu istiqamətə çəkdiyi o faciəli, o anları, o prosesi, burada siz qeyd elədiniz, Çərkəz soyqırımını qeyd elədiniz. Digər soyqırım aktlarına geniş auditoriyalara çatdırılması baxımından bu cür layihələrin çox böyük əhəmiyyəti var. Nəzərə alsaq bu işə artıq sizə qeyri-hökumət təşkilatlarına, dövlət dəstəyi agentliyində bir şərait yaradır. Və bütün bu yaranmış şərait və münbit imkanlardan doğru, səmərəli şəkildə istifadə edərək bu soyqırım deportasiya haqqını həm yerli səviyyədə, həm də beynəlxalq münasibətlər sistemində daha geniş şəkildə çatdırılması üçün hesab edirəm ki, o bütün resurslardan doğru şəkildə istifadə olunmasıdır. Mən bir daha sizə uğurlar arzulayıram və bu istiqamətdə bizim də sizə nə dəstəyimiz zərurət yaranarsa, o zaman biz də hazır. Siz bəzən layihələr olur, biri-birini təkrar edir. Burada bir yenilik var və həqiqətən də Türk dilli dövlətlərin belə bir məsələdə birləşməsi daha qlobal bu məsələyə yanaşma şəraiti yaradır. Buna görə burada dediniz ki, müəyyən fotolar orada qoyulacaqdır, həm əsasən deportasiya aid, mən belə başa düşdüm və Xocalı soyqırımına. Və burada məsələni dediniz ki, nəyəsə o məsələyə nail olasınız ki, biz soyqırım günü məsələsi. Çünki belə götürəndə ermənilər o soyqırımını çalışırlar dünyaya çatdırmaq, amma yəni edirlər və çox şeydir ki, İrəvanda elə Azərbaycanlıların var torpaqlarının üstündə həmin o soyqırım abidəsini ucaldırlar. Amma İqdırda biz bilirik ki, müəyyən soyqırım o abidəsi var, olmuşur, düzdür, Türkiyənin bir neçə yerində olsa daha yaxşı. Sadəcə o ehtiyatlanma məsələsi də ki, müəyyən dərnəklər var ki, bu məsələyə hər halda biraz ayrıca yanaşırlar, çünki hələ illər qabaqda razımalında olubdur gedəndə, jurnalistlərlə biz gedəndə və universitetin hocası, necə deyirlər, tələbələri də gəlir və orada izah edir ki, ermənilər çox əziyyət çəkir. Sonra deportasiya qurbanları haqqında ümumiyyətlə nəyi nəzərdə tutursunuz? Deportasiya qurbanları haqqında nə məlumat verəcəksiniz? Ümumi belə bir məqalə kimi deyək ki, bir problem... Ümumi məlumat verəcək. Ümumi sadəcə... Ümumi məlumat və həmin deportasiya qurbanları nələri itirdilər? Adlarının dəyişdirilməsi. Məsələn, keçən illəri biz Belarusla təqdimat elədik. Belarus dövlət qurumundan bir 15 nəfərə yaxın dövlət qurumunun əməkdaşları işlətdir. Hətta Belarusun miqrasiya xidmətinin rəis müavini qatılmışdır bizim keçənki bizim beynəlxalq konferansımıza və 2 nəfər əlavə miqrasiya xidməti məhz bu tədbirdə iştirak edilər. Orada biz adların, köhnə adlarını, milli bizim adlarımız, Türk kökənli adlarımız. Yəni bu yalnız sözlə deyiləcəkdən, o deportasiyalara məruz qalır. Necə qayıdır, necə olubdur, deyək ki, bu məsələlər də var. Və ən çox o sual səslənir və ermənilərə də qulaq asıram mən. Deyək ki, əlbəttə ki, müəyyən adamlar var ki, siz bilirsiniz ki, Qarabağlıları onlar elə əvvəldən sevmir. Bunu bir fakt kimi deyil. Yəni, oradakı ermənilər bəli, heç bir vaxt sevməkdir və bugün də Paşinyanın apardığı o müəyyən siyasətində biz onu görürük. Amma o hərəkatı da dayandırıbdır, belə deyək ki, o Qarabağların hərəkatı. Sadəcə qaytarılma məsələsində həmişə mənə deyəndə ki, yaxşı, siz qayıdırsınız, qayıtmaq istəyirsiniz, bəs bunlar da qayıtmaq istəyir. Mən biraz əsaslanıram o şeyə ki, burada deyək ki, o tarixi fakt var da, o tarixi faktı yaxşı biləndə və oranın yerlərini, necə deyirimiz ki, müəyyən toponimlərin dəyişilməsi, əhalisi nə qədər olub və s. ki, bu illərdir, bunlar olunub, nə qədər orada deyək ki, kəndlər, regionlar məhv olunubdur, ümumiyyətlə adı silinib. Sonra milli mədəni dediyimiz kimlik məsələsi, həmin o abidələrin yoxa çıxması, deyək ki, Erməniyə gəl, mən deyirəm ki,
erməni bu müharibə məsələsində deyək ki, çox yazırlar və s. Deyirdim ki, heç nə demirəm, mən səndən durub burada spor eləmirəm. Ya belə eləyəsən, bir 10 nəfər orada yığ, mən də gəlim durub qıraqda da, başlayaq qazmağa, İrəvan şəhərini qazmağa. Çünki bu şəhəri bir balaca qazdı, bütün artıq, əgər meydanda bu qazıldısa və orada Zalxanın deyək ki, hamamı çıxdısa və o abidə orada oldusa tez basırdılar. Yəni bu günləri İrəvanı qazsalar, elə heç nə lazımdır. Onun altından artıq onlar çıxır. Bunlar nə qədər öz abidəsindən burada danışsalar, Qarabağ öz abidəsindən danışsalar, orada onlar çıxan deyil. Məhz bizim konferansdakı iştiraklarından bağlı və mən özəlliklə onlara Qərbi Azərbaycanın kökənli icma nümayəndələrinin də konferansda iştirakında bizə kömək edir. Dağlıq Qarabağ icması deyək, o icmada mən də idarə heyətində olmuşam. Müzakirələr çox geniş olurdu və bu günləri həmin Qarabağ icmasının yerləşdiyi binada Qərb Azərbaycan yerləşir və bu bir uğurdur ki, biz artıq Dağlıq Qarabağ icması olmayaraq oranı tərk elədik. Yəqin ki, tezliklə Qərb Azərbaycanda həmin uğura imza atar. Birlikdə, hər birimiz birlikdə o uğura imza atarıq. Mən biraz qısa danışacağım və təklif verəcəm. Deməli, siz qeyd elədiniz ki, Bayramlaşar bölgəsində görüşlərimiz, bələdiyyə ilə bərabər görüşlərimiz keçiriləcəkdir. Orada bir xatirə ağacı əkərək və ağacın yanında Qərbi Azərbaycana dönüş arzusu mesajı vermək olar. Orada deportasiyaya məruz qalan soydaşlarımız Xocalıda məskunlaşdı və onların ailələri də yenidən etdiklərimizdə mən məruz qalaraq şəhid verilmələr. Məsələn, onlarla əlaqə saxlayıb, lazım olsa mən əlaqə nümunələri verərəm, onların hekayələrində fərqli olaraq bezərmək istəyirəm. Yəni, fərqli fikirlər olsun ki, nəticədə işi düşünürəm ki, bir xeyirli olacaq. Və ona görə də istəyirəm sağlam bir diskusiyada həkam yaranır. Sözümlə, mən iki məqama toxunmaq istəyirəm. Doğrudan da mövzu çox maraqlı mövzudur, çox müasir mövzudur və vacib olduğu qədər də həssas mövzudur. Söhbət nədən gedir? Çünki biz, təbii ki, bu dövlətimizin siyasəsidir, bu geri döndür, qayıdış və s. və s. Və biz də bir hökumət təşkilatı və bir vətəndaş olaraq xüsusilə də Qərbi Azərbaycanlıların daha çox maraqlı olan ki, bu siyasəti dəstəkləməliyik. İndi bu siyasətin arxasında nələr var, o bizə aid deyil, nə vaxt qayıdılacaq, o da hələ dəqiq deyil. Amma faktdır ki, biz bunu dəstəkləməliyik və bunu təbliğ edilməliyik. Amma iki dənə, buradakı çıxışlarda iki dənə məqam var, o istəyirəm o məqamı gətirəm. Birincisi, deməli, deməmişəm burada. Azərbaycanlıların həqiqətən də deportasiya olunmalı bu tarihi faktdır. Yəni, bir çox haqlar deportasiya olunur. Fərqi ondadır ki, bəzi haqlar bu deportasiyanı qəbul eləmirlər. Yəni, ondan ağlayıb sızlanmırlar. Bəzi haqlar da bunu şişirdib özləri üçün Mesela Almanlar 2. Dünya Müharibəsində ən çox deportasiya məruz olmuş xalqdır. Bütün Kölnizli, Dansk'da bütün ahali köçürdülər. Ümumiyyətlə Şaboja, Volga sahili. Almanlar bir dəfə də dilinə gətirməz ki, biz deportasiya olmuş. Və digər haqlar var, məsələn, Hindular var, Şimal Amerikada çox ciddi deportasiya, genotsidlər. Mən genotsid sözünlə qoyuyorum. Genotsid tamam qoyuyorum. Genosidə məruz olmuş haqlar var. Və bu səpkidə biz o çizgini keçməyi istəmirəm, ermənilərin yoluna gedir. O çizgini keçməyimiz düzgün deyil. Biz həqiqətən deportasiya olunmuşuq və amma biz o sızlayan ağlar, biz qalib xalqdır, biraz bunu diqqəti unutmaq lazımdır. Bu biraz bizim, Türklər haqlarının ümumiyyətlə Türk xalqı ikinci məqama gəlir, sonra yerdən qaçılır. Türk xalqı dünyada indiyə qədər tarixdə ən böyük dövlət quran xalq. 100-dən çox dövlət qurulur. Biz nədən özümüzün mübarizə? O vaxtdan başladı və sonraki mərhələdə artıq Türkiyə ilə sərhəddə olan Amasya və s. zonaları boşaltdılar. Yəni olubdur da, var da. Azərbaycanlardan gedir. Mən dedim Azərbaycanlar olub.
Azərbaycan bizim də əgər Türk dünyasında bir deportasiya ilə soyqırımla bağlı bir gün olacaqsa 31 mart olmalıdır. Başqa türlü başqa yoxdur. Biz onun təbliğ eləməliyik ki, 31 mart Türk tarixində ən böyük faciələrdən biridir və bütün Türk xalqları da və Türk özündə, Türk xalqını deyə bilməzəyim mən, Türk xalqı bir dənə Çanakkala döyüşündə 100 neçə min şəhid verib, 250 min, düz deyirsiniz. 250 min xalq verib, onu bayram verirlər. Biz 160 nəfər adam bitirmişik, çünki hər il ağlaşırıq. Yəni, burada Türk xalqının boyuna qoyma olmaz deportasiya olmasa. Bu fərq. Biz erməninin yolunu getmirik. Dövlətlərin və eyni zamanda etnik Türk dilli xalqların yaşadığı faciələrin tarixini və statistikasını dilə gətirəcək. Məsələn, Çərkəzlərlə bağlı statistikada bu çox dəhşətli bir rəqəmlər çıxır. Az qala bu dövrdə Çərkəz xalqını demək olar ki, Rus imperiyasına tamamilə yoxa çıxarması ki qədərdir. Düzdür, amma Çərkəzlərdə Türk dilli xalqdır. Bu baxımdan biz həm də Qərbi Azərbaycan məsələsini tarixi faktlarla biz bu layihəmizdə inşallah önə çıxartmağı planlaşdırırıq. Aqil bəy bizim həmişə media dəstəyi edib, ümumiyyətlə qeydilərə media dəstəyi verən həm də Türkistan qəzetinin rəhbəridir. Buna görə biz bu məsələlərə necə yanaşmalıyıq? Türkiyə ilə bağlı qısaca deyib ki, burada digər həmkarlarımızla bu sərgidə uzun dövrdə Türkiyədə bir sıra tədbirlər də olub. Amma hər dəfə bu tədbirləri olanda sanki elə ki, start nöqtəsi olmuş. Sanki elə ki, əlifbasından başla baxmaq lazımdır Türkiyə cəmiyyətində. Elə Azərbaycana qarşı son bu İsrail məsələsindəki yanaşmada da görürük ki, Türkiyə cəmiyyəti ümumiyyətlə son 100 ildə bu regionda, bu coğrafiyada baş verənlərdən bu qədər də bilgili deyil. Zəngəzur dəhlizi nə deməkdir? Zəngəzur necə olub ki, yəni o Azərbaycanla Türkiyənin arasında belə bir coğrafi formalaşıb. Bununla bağlı o qədər bilgisizdirlər ki, yəni Sovetlərin qurulması, bundan sonraki hadisələr. Ona görə, yəni siz dediniz ki, hansı tövsiyələr, fikirlər, mən çox tövsiyələrdim ki, orada bilməm, siz onu hansı konferans formasında keçirəcəksiniz, mümkün qədər hansı xərtələrdən istifadə olunmalıdır. Rəhmətli Heydər Əliyev gedəndə xərtədə göstərirdi. Yəni, bilməlidirlər ki, nə baş verir. Biz Zəngəzurdan danışanda nədən danışırıq, nəyə istinad edirik? Çünki bilirsiniz, insanlar gəlir, nəyəsə görə otururlar, sonra tədbir başa çatanda bilirsən ki, elə sadəcə burada bir şəkil çəkildi, video çəkildi, amma qalıcı, davamlılıq baxımından bir şey yoxdur. Bir misal çəkil, demək, biz prezident seçkisi ərəfəsində Türkiyədə ilk dırdaydı və Azərbaycanlıların ən çox yaşadığı bölgədir. Universitetdə tədbirdəydik, böyük bir tədbirdir. Birdən məlum oldu ki, Azərbaycan-Laçın dəhlizində, körpüdə postun vurdu. Təsəvvür edilir, biz orada elan olundu, amma adamlar məlum olmaz. Hətta düşünür ki, onlar Azərbaycanlıların ilk dırdan söhbət gedir. Yəni, Azərbaycan üçün, Azərbaycan suverenliyi üçün həmin hadisənin nə olduğu ilə bağlı ümumiyyətlə insanlar çox bilgisizdir. Bu baxımdan inanın, yəni orada siz istər Qərb Azərbaycanla bağlı, istər qayıdışla bağlı, bunlarla bağlı danışarkən ən belə çıxmasa ən primitiv, ən sadə məsələləri çatdırmağa ehtiyac var.